girən, anası ağzından hamilə qalan, bu qəhbənin doğduğu bir paylaşım edir. Gəlin bir buna baxaq. Baxaq. Vasif Həsənli paylaşım edir. Vasif Həsənli anası ağzından hamilə qalan paylaşım edir. Ermənistanın dağıtdığı evinin kompensasiyasını Azərbaycandan tələb edən məcburi köçkünün həyasızlığı. Bu ölkə 2 müharibə yaşadı. Birinci müharibədə üzləşdiyimiz məğlubiyyəti ikinci müharibədə dəyişdirə ərazi bütövlüyünü və suverenliyimizi bərpa eləyə bildik. Qarabağ və belə paylaşıbdı. Arvadını reisin altına soxan, kızını reise açtıran, orta məktəbdəykən reise açtıran bu qəhibə. Bu qəhibə. Buna bax, petulog ki, sifətə bax. Bundan olan nə olacaq? Bunun uşaqları belə bunun özündən deyil ha. Mənə məlumatı atıb atan deyil, burada yazıb, bunun uşaqları belə özündən deyil. Hər nəysə. Məcburi köçkün öz ata-baba torpağını istəyir. O İlhamın bir sotda tikdirdiyi 4 divarı istəmir. Baxın, bütün məcburi köçkünlər kimi, bax bu şərəfli ağsaqqal da İlham Əliyevin bir sotda tikdirdiyi 4 dənə divarı istəmir, ata-baba yurdunu, ata-baba torpağını istəyir. Bax bu kişi, bax bu kişi. Nədir? Əli Kərimlinin mitinginə qatılıbdır deyə. Orada da Paşinyan yol çəkir ürəyimin üstündən dediyinə görə. İndi de adam ne deyir? Demir qan tökdük də, bizim balalarımız qan tökdü də o torpaq üçün. Demirsiniz Qarabağ alındı. Həmən dədə baba yurdumun torpağını verin də. Bunu dediyinə görə bu Çin'i linç eləyirlər. Öz ata-baba torpağını istəyən adamı vətən xaini çıxardıblar. Lakin Demokrat Az Taytının rəhbəri Vasif Həsənli, anası bağışçısı qəhbə Vasif Həsənli həyasız kimi təhqir edir və qeyd edir ki, Ermənistanın dağıtdığı evin kompensasiyasını tələb edən həyasız köçkün. Ağsaqqallı təhqir edir. Deyir, ermənilərin dağıtdığı evin kompensasiyasını tələb eləyən köçkün. Həyasız köçkün deyir. Bu arvadıcılıq Vasif Həsənliyə demək lazımdır ki, deyirəm ki, ay fahişənin doğduğu vətəndaşın evini erməni dağıdıbsa, onu dövlət bərpa etməlidir. Ya da qumarbaz İlham Əliyev Ermənistanı məhkəməyə verib təzminat tələb eləməlidir. Ermənistan kapitülyasiya edibsə, bütün Azərbaycanı 30 ildə vurduğu bütün dəymiş ziyan ödənilməlidir. Kapitülyasiya edən ölkə bunu ödəməlidir. Dəymiş ziyanı. Vətəndaş Paşinyanı, Ermənistanı məhkəməyə verəsi deyil ki vətəndaş. İlham Əliyev kimi gözü ilə görən Azərbaycanın qız gəlinlərinin iliyini, orqanlarını pezəvənk verməlidir Paşinyanı məhkəməyə. Ya da şərait yarat, vətəndaş versin o şəraiti yaradacaqsansa, qurumsaq oğlu. Hərə bir əl bunun anasının ağzına versin, hərə bir əl. Pul səni doğan anan eləcəyinə arasına eşək. Amirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək xal verdi, 12 bal verdi. Və aydın məsələdir ki, İlham Əliyevin ailəsinin, Mehriban Əliyevanın izni icazəsi olmasaydı, bu Samirə Əfəndi nə o erməniyə o balı verə bilərdi, nə də erməninin dişili, kişili, yəni erkək və dişi ermənini qucaqlaya bilərdi. Mən bir sülhün əleyhinə deyiləm, mən bir barışığın əleyhinə deyiləm. Ancaq hər şeyin qədəri var. Erməni o balı bizə verərdimi? Hələ şəhidlərimizin qanı qurumuyor. İlham Əliyev bu xalqın necə bir qayğısına qaldı ki, İlham Əliyev şəhid anaların ürəyinə dağ çəkir, Əli Vəli dağ çəkir. Qazilərin ürəyinə dağ çəkir. Ən dəhşətli məqam nədir bilirsiniz? Bu erməninin qardaşı 19-cu ildə əsgərlikdə olub Qarabağda. Azərbaycanlara qarşı vuruşan olub. Gəlmə söz deyəcəm. Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqında mən heç vaxt girə bilmərəm. Ona görə 12 pay Azərbaycandan sənə. Yəni, bükül əlimdə dostluq bolsun, mən sağan dəl olsun. Burada birinci bu dişini qucaqlayır. Sonra da o yaxınlaşan erməni var, bak, onu qucaqlayır, bak, qucaqlaşdılar erməni kişisindən. Gördünüz mü erməni kişisindən qucaqlaşdı. Akif Nağıya da buradan təşəkkür edirəm. Əfəndi deyilən Samiraya erməni qanı daşıyan qancıq dediyinə görə təşəkkür edirəm. Yenə deyirəm, o xal verdikləri erməni qızı var, 12 bal veriblər, xal veriblər. 19-cu ildə Qarabağda o erməninin qardaşı əskərlikdə olubdu. Qarabağda Azərbaycanlarla savaşda iştirak eləyən olubdu. Bildiniz mi indi siz? İndi mən deyəndə ki, bu İlham Əliyev sümsüktür. Mən deyəndə İlham Əliyev pezəvənkdir. Mən deyəndə bu rejim oğraş, alçaq bir rejimdir. Bunlar ancaq cındırıqdan başqa bir dənə şərəfli işə layiq deyirlər. Ancaq qadınla, qızdan, uşaqdan, körpəklə, qocayla, əlildən, ancaq yataqdan, özəl həyatdan mübarizə aparan şərəfsizlərdir.